Çox maraqlı işlər dünyada baş verir. İlham Əliyev də qoşulub bu işlərə. Görək axırı necə olacaq Tural bəy? YouTube-da həmçinin, Instagram-da həmçinin toplamda yarım milyon insan 2 gün içərisində bu videoya baxdı. Мы в Москве, сейчас покажу вам свой офис, откуда я работаю. За честные деньги. За честные деньги. Честные деньги. İlqar bəy, bu utanmazlığın hansı dərəcəsidir deyir? Chesney Mən onu dengi. demək istəyirəm ki, ay Tural Sizin bəy, əlinizdən alınmış ofisi açır və deyir ki, Chesney dengi. sən bilirsən ki, bu ofisi məndən İlham Əliyev Qodnisanovdan, tək ofisi yox, 500 milyon dollarlıq Rusiyada, 4 milyard dollarlıq Azərbaycanda zəbt edilib, oğruyubdur mənim biznesimi. İlqar bəy, mən bu videonu təkrar göstərmə məqsədim yoxdur. Sadəcə milyonlarla insan sizin, mənim, başqa mühacirətdə yaşayanların videolarını izləyirlər. Faktları izləyirlər. Azərbaycan xalqı görür, bilir. Azərbaycanda 5 nəfərin izləyəcəyi bir deyək ki, bir internet saytında bir məmuru tənqid edənə gəlib tuturlar, aparırlar sən və yaxud da ki, onu oradan sildirməyə çalışırlar. Yəni, onlara təsir edir. Tez xəbər tuturlar. Milyonlarla insanın baxdığı və bunların üzünə tüpürdüyü İlham Əliyevin üzündən tutmuş, onun xanımı Mehriban Əliyevanın üzündən tutmuş, daha bir nazirin müavininin köməkçisinə qədər. Hamısının üzünə xalq tüpürür. Bunlar başlarını soxurlar torpağın altına. Sanki heç bir şey yoxdur. Sanki yəni bu deyilən sözlər havada qalır. Bunlara aid deyil. Bu nətər olan şeydir, İlqar? Bu hansı utanmazlıqdır? Yəni bunu Emin Ağalarov barəsində İlqar Hacıyevin danışığını məqsədim indi bunu göstərmək deyil idi. Məqsədim İlqar bəy, sizin fikrinizi öyrənmək istəyirəm. Bu hansı utanmazlıqdır ki, özlərini yəni görməməzliyə vururlar? Mən təsadüfdən demirəm ki, İlham Əliyev peysərliyi alıb boynuna, hər şeyi, deyilən sözləri atır kantına. Söhbət namusundan, qeyrətindən getmir. Onun xanımı, qızları haqqında deyilən sözlər getmir. Bunu demirəm. Faktlar yəni o deməkdir ki, görür, bilir, atır kantına, peysərliyinə. Bu hansı insanlıqdır? Görüb özünü körluğa qoymaq. İlk bunu soruşum. Buyurun. Birinci elə sən əminin işindən danışaq. Çünki deyirəm hələ, çox yaxşı ki, evindən tank çıxmayıbdır Tural bəy. Qranat hələ, yaxşı ki, bir şey, qranat şəkili, ya bilmirəm nə oyunlardan, nə hoqqadan çıxır İlham Əliyev. Mənim artıq başım çıxmır. Yəni, o dərəcədə özünü bu səviyyə salıb, yəni Tural Sadıqlıqla sənin problemin vardısa, qardaş, bir Azərbaycan vətəndaşıdır, bir real adamlarınızı, səfirliyinizi nə kimi göndərin, otsun bir dərdin danışsın, dərdin soruşsun. Sən niyə Azərbaycan vətəndaşını həm çalışırsan, nə prokurorluğa Tural Sadıqlığını gətirəsən, görürsən ki, Tural Sadıqlığını gətirə bilmirsən, çünki Tural Sadıqlı bütün dünya bilir ki, və Alman devləti onu mühacir kimi tanıyıb və siyasi mühacir kimi onun sənətini, pasportunu, hər şeyini verib. Bilirsən ki, Tural Sadıqlığını gətirə bilmədiyin üçün sən artıq özünü də bu səviyyə salmısan ki, bu bir artistliklə Tural Sadıqlığın əmisini tutturursan, sabah bəlkə başlayasan mənim qohumlarıma, mənim obrisinin birindən tank çıxacaq, birindən nə bilim qranatomet çıxacaq, birindən avtomat çıxacaq. Düşünürəm ki, bu çirkli bir müharibədir, düzgün bir özdə prezident səviyyəsinə yaraşmayan bir işlərdir. Və Tural bəy, əmin ol ki, milyard faiz əmin ol ki, İlham Əliyevin, Mehriban Paşayevin xəbəri olmadan onlar bilirlər ki, Tural Sadıqlıya baxan milyonlarla insanlar baxır. Yəni bu ictimai səs-küyə olan bir məsələdir. Yəni hələ Tural Sadıqlı başqalar 1000 dənə, milyon dənə Azərbaycanlıların səsini deyir, danışır, bütün korrupsiyalarını. Bu durub bu Tural Sadıqlının əmisini tutturmaq, bu ancaq yuxarıda razılaşmış bir siyasi sifarişdir. O bir. İkinci məsələ Tural bəy. Bu İlham Əliyev, nəm ailə, nəm
biz birinci İlham Əliyevin nə namusundan danışırıq, nə qeyrətindən danışırıq. Qardaş, hərə öz namusuna, öz qeyrətinə özü bilər. Ancaq İlham Əliyev bu ölkənin prezidentidir və bu ölkədə verilən cinayətlər də olan bu Azərbaycan xalqının zülmü, hər şey İlham Əliyevin ailəsinin ətrafından gəlir. Yəni bu qabaqları insanların başını qatırdılar ki, bütün məmurlar pisdir, İlham Əliyev bunların əlindən bacarmır, nə Ramiz Mehdiyev, nə bilim o birisi, bu birisi. Fakt gördük ki, qardaş İlham Əliyev istəyəndə Ramiz Mehdiyevi də çıxardır, ürək istədiyi hərəkəti eləyə bilir. Deməli, bu işlərin arxasında, başında kim durub? İlham Əliyev və Mehriban Paşayev. Ancaq bu çirkli oyunları İlham Əliyev, Mehriban Paşayeva, mən buradan deyirəm ki, yığışdırın. Ayıbdır, yaraşmaz. Rusiyada mənim bu Leyla Əliyeva məndən xahiş elədiyi adamı, götürdüyüm adamı Nikita Danilçenkon'u. Yəni çirkli oyunla Qot Nisanov, Narışkin, sən, Elman Bayramov bu nədir, mənim malımı, mülkümü oğramaq üçün bunu tutdurdunuz ki, nədir, bu adam gedib qol çəkmədi, neynəmədi, türməyə saldınız, 9 il iş verdiniz, çirkli bir oyun yaratdınız və o cavan uşağın qarqışı hər şeyə gəlib sizi tutacaq. Siz öz balalarınız, nəvələriniz, ailəniz düşünürsünüz ki, onlara hər şey olar. Ancaq sadə bir vətəndaş, Azərbaycan vətəndaşı, kiminsə uşağı, kiminsə nəvəsi, onlar nədir başa düşmürəm. Azərbaycan vətəndaşı deyil. Niyə onlar Çinə gedə bilmir? Demirəm, Xi Jinpinglə gedib Çində görüşsün. İnsanlar Azərbaycan vətəndaşı, neft ölkəsi, qızıl ölkəsi, o adamlarımız evindən Bakıdan rayona gedə bilmir. Çünki gedib orada rayonlarda İlham Əliyevin otelləri 10 qat bahasına o gedib orada Azərbaycan vətəndaşı qala bilməz. Ancaq turist qala bilər. Bu məsələlər çox çirkli bir oyuna çevrilib. Bu Don Corleone özün bilirsən ki, o da çox belə Amerikanın ən böyük mafiya babasıydı. O da ailəsini, bütün belə ailəsi belə işin içərisində idi. İlham Əliyev tək başa düşdüyü yaxşı, özün prezident oldun, nə yolla gəldin, gəlmədin, hamımız yaxşı bilirik. Bu Mehriban Paşayevanın vitse-prezident elədin, yenə də xalq susdu, danışmadı, yenə də dedi, yaxşı. Ancaq sən indi neynəmək istəyirsən? Sən sultanat yaratmışsan, bir oğlunu çalışırdın, ortaya çıxardasan, sonra gördün ki, uşaq yaqın bilmirəm, indi mən yenə deyirəm, mən kiminsə ailə işinə qarışmaq istəmirəm. Uşaq gördün ki, indi dediklərinə görə hamının özləri ətrafınızda olan adamlar danışır, mühafizənizdə olan adamlar danışır ki, uşaq xəstədir, Allah şəfasını versin birinci. Mənim yenə deyirəm ki, mənim sənin uşaqlarından işim yoxdur. Ancaq sən artıq gör hara əl atırsan. Bu Sibrizi Emin Ağalarov yenidən sanksiyalardan qaçmaq üçün gəlib Bakıda yaradanda, Tural bəy, sizin yadınızdaydı. Mən dedim ki, bu İlham Əliyevin böyük bir oyunudur. Emin Ağalarov kimdi gəlsin, Sibriz tiksin, milyardlar, 8 milyard, 10 milyard devlət proqramı. O hər şey Emin Ağalarovla razılaşdırılmış bir senaridir ki, gəlirsən, pajalista, sənə də şərait yaradırıq. Ancaq buranı, bu deyirlər, xaricdən investorlar gəlir, obüsü gəlir. Hər şey yalan. Ruslardır, gələn pullar, Rusların çirkli sanksiyadan qaçmış pullardır. İkinci də İlham Əliyev xaricdən nə qədər qabaq xaricə afşorlar üzərindən pullar çıxardırdı, oyunlar oynayırdı. İndi artıq gördü ki, dünya qarışır. Bütün Avropadan, Asiyadan öz pullarını xarici investisiya kimi adın qoyubdular ki, Tural bəy, xaricdən investorlar gəlib
Sibrizdə evlər alır, nəylər alır. Bu hamısı onu xalq üçün bir nağıl danışa bilərsiniz İlham Əliyev. Mən bunları yaxşı bilirəm, bütün çirkli oyunlarını yaxşı bilirəm. Bütün nə addım atırsansa yaxşı bilirəm. Ancaq bu çirkli oyunlar, birinci şovlar, 20 nəfər bloger, siyasətçi, iş adamı götürüb prokurorluğa, xalqa nə göstərmək istəyirsən? Başlamısan belə çirkli oyunlar, Tural Sadıqlının əmrisini tutturursan və bu oyunlarını yığışdır. Bu Tofiq Yaqublunu azad elə. Elə bu həbsdə olan bütün jurnalistləri azad elə. Sən qardaş, belə deyək də, bacarırsan, bir Erdoğan qucağına qaçdın, oturdun. Bir qaçdın İsrailin qucağına oturdun. Bir qaçdın Putin'den oyun, bir gün ayağını ora salırsan, bir gün ayağını bu tərəfə Putin. İndi gedib artıq Xi Jinping'lə oyunlar qurursan, işlər görürsən. Xi Jinping də sənin kimi bir diktatordur da. Xi Jinping güya ki, düzdür, Çin belə başqa bir rejimdə yaşayır. Çin heç özü də demir ki, bu demokrat ölkəsidir. Bu komünistlər, bunlar sosialistlər, bunlar öz yollarını seçiblər, gedirlər. Ancaq biz də hamımız görürük ki, bu Sovetin diktaturası, başqa belə bir rejimlərin Çin davam edir. Yəni, ancaq o adamlar heç olmasa yalandan durub demir ki, biz demokrat ölkəyik. Bir də ki, Çinin inkişafına çalışır axı. Çində iqtisadiyyat inkişaf edir, o öz ailəsini varlandırmır ki. Bunun çirkli siyasi oyunlarından danışaq, iqtisadiyyata Tural bəy gələcək. Bu Çin maşallah dünyada ikinci ekonomiyadır, bir ekonomikadır. Bu Amerikadan sonra gün real Amerika nə Rusu, nə başqa bir Avropanı özünə rəqib bilmir, yeganə Çin'i bilir. Bəli, hamımız bilirik ki, ancaq sən gör ki, Çinlilər bu Sovet dağılandan bəri qabaq Şanxay məzələridir. Sovetin vaxtında o pis Sovetski kimi, nə bilim, başqa belə bir küçələr, evlər olanda deyirdik ki, bura Şanxaydır. İndi Şanxay, Çin dünya gözəlliyinə çevrilməkdən başqa, yəni dünyanın ikinci ekonomikasıdır, Tural bəy. Yəni bu Çin elə belə deyil. Ancaq sən İlham Əliyev, xalqın, biznesmenlərin, nə bilim, hamısının malını, mülkünü oğradın, bir də imperiya qurdun və Azərbaycanda neft büdcə bugünkü gündə də 85-80% neftdən asılıdır büdcə. Ancaq Çinin də dünyadan da bütün dünyanı alıbdır Çin. Niyə Azərbaycan 30 ildir neft pulları Azərbaycana gələn pullar niyə iqtisadiyyata qoyulmadı? Niyə Azərbaycan üçün, Azərbaycan vətəndaşı üçün iş yeri açılmadı? Nəyə görə? Ancaq onların ətrafını yığdın, oğru, quldur, elə məndən tutmuş, bütün sadə Azərbaycan vətəndaşının nəyini var, gələcəyini oğruyursunuz. Yəni bu işləri artıq durdurmaq lazımdır. Yəni deyirəm ki, bu Azərbaycan vətəndaşlığı dözümlü xalqdır, dözümlü insanlardır. Ancaq biz Azərbaycan vətəndaşlığın Qarabağda özünü necə ermənilərə qalib gəldi, sən çıxıb deyirsən dəmir yumruq mənəm. Yox, bizim Azərbaycan cavanlarıdır, o kasımın uşaqlarıdır. Onlar yumruqdur, onlar dəmir yumruqdur. O bizim gənclərimiz onların hesabı gün hələ verilməyibdir. Bütün bu veteranlar, obrislər ya acından ölür, ya intihar edir, ya nə bilim işsiz qalır, ya da götürüb tutturursan, çıxıb sözünü, haqqını deyəndə o axırıncı dəfə o veteranı Tural bəy, sən daha yaxşı bilərsən, mən adı yadımda deyil, veteranı tutdular. Hacı Vəliyev. Hacı Vəliyev, yəni bu xalqın hətta o Qarabağda qan tökmüş uşaqları da onları zülm edirsən, onları da əzirsən. Yəni bu rejim artıq da sultanlıq yaranıbdır Tural bəy. Artıq yəni kimi istəyirlər, tuturlar,
Vidadi İskəndərli kimi öldürtdürürlər. Məhəmməd Mirzəlini öldürmək istədilər, öldürə bilmədilər. Bugün gündə məni Amerikada öldürmək istəyirlər, səni Avropada öldürmək istəyirlər. Cəmaatın qovumlarını içəri salırlar. Yəni Tofiq Yaqublu kimi insanları o hörmətli nədir? Çıxıb sənin üzünə demişdi ki, İlham Əliyev, sən oğrusan, quldursan. Yəni hər oğlun, yəni belə deyim, o nə gücü, nə qeyrəti belə çatmaz ki, Azərbaycan daxilində o sənin real nə olduğunu üzünə danışırdı. Yəni bu xalqı, bu insanları niyə bu qədər zülm verirsən? Niyə bu qədər zülm verdirirsən? Sənin ailən var, biz də yaşamaq istəyirik. Bizim də xalqın da ailəsi var, xalqın da uşaqları var. Biz də istəyirik bizim uşaqlarımız, bizim nə bilim nəvələrimiz, onlar da dünyaya getsinlər öz samolyotlarından gəl. Öz samolyotları yaxşı kənara dursun. En azından bir bilet alabilip gedib bir Gürcistana gedib gələ bilsin. Qardaş, sərhədləri bağlamısan, qapıları bağlamısan. Bu nə düşünürsən? Bu xalqa hansı dərəcəyə qədər sən zülm verəsən? Yəni Tural bəy, bu çox absurd işlərlə məşğuldur. Özünü salıb bu səviyyə artıq yəni bu belə çirkli oyunlar aparır. Bu sənin qovlarını tutturmağı, sənin əmini tutturmağı çox belə təsvirlər olsun, belə özünü daha da hörmətdən salır. Məncə İlham Əliyev, ayılmalısan. Qardaş, mən nə deyirəm? Mən siyasətçi deyiləm, mən siyasətdə deyiləm, mən iş adamıyam. Mənim sənin adınla Araz Ağalarovun oğlu Emin Ağalarov sənin keçmiş gezindən bu dəqiqə sənin şərikin, nə bilim, nəvələrinin dədəsi. Qardaş, mənim ofisime girir, has ki sənin tapşırığınla Qod Nüsanovun sözünü deyirəm. Yəni mən öz sözüm deyil. Qod Nüsanov konkret olarak demişti ki Balaca Heydərə Vernatkanı Balaca Heydərlə oğluma Sauldu, nədir oğlunun adı, ona vermişəm. Yəni fakt gördün ki mən onunla orada artıq Bakıda bir dəfə 4 milyardlıq biznesmi Zakir Qaralov üzərindən, bu nə bilim Fazil Məmmədov üzərindən, nə bilim bu İlqar Abbasov generalları bu saat əlinin altındadır. Əli Nağıyev, Bəylər Eyübov, yəni 4 milyardlıq biznesimi Azərbaycanda oğradınız. Sonra gəldiniz Moskvada təzədən 500 milyonluq mənim biznesimi Rusiyada oğradınız. İndi abırsız, hayasız bu gədə Emin Ağalarov girir mənim ofisimə. Yəni çıxıb orada deyir ki, za честно купленные деньги. Yaramaz, sən честно купленные деньги hardan almışsan? Dədən özdə deyirlər ki, güya ki Araz Ağalarov biznesmendir, devlətlə bir işi zadı yoxdur, bir devlətlə... Arkadaş, Rusiyada bütün stadionları, yolları, nə bilim, universitetlər, nə bilim, böyük bir Sibirdə böyük bir şeylər olmuşdu, şəhərlər. Hamısı devlətin büdcəsindən İlham Əliyevlə Putin'in arasında olan razılaşmalarla böyük bir devlətin Rusiyanın pulunu çıxardırlar, oğruyurlar. Yəni bu adamlar, Tural bəy, çox çirkli oyundadılar. Bu nəvələrini də yenə deyirəm, xalqımıza göstərir ki, bu Bəşər Əsəd demişdi ki, özü demişdi ki, zibillik kutusuna gedib. Bu düşünür ki, özü tarixin zibillik kutusuna getməyəcək. İlham Əliyev, tarix onu göstərib ki, yəni bu diktatorlar hamı Bəşər Əsəd kimi tarixin zibillik kutusuna gedir. Ancaq sən belə deyək də, demirsən mən Azərbaycan üçün, məndən bu saat xarici siyasətimi, nəm Az Qarabağ, nəm Zəngəzur. Qardaş, oğradığınız yetər də, artıq qardaş, kimin haqqını yemişsiniz? Burada çağırın cəmaatın pulunu qaytarın, millətə iş yeri, şərait yer. Qalın, parçaq olmaq istəyirsiniz, özünüz bilərsiniz. Xalq bir şey demir, mən nə deyim, mən Amerikada yaşayıram. Özünüz bilərsiniz. Ancaq qardaş, o xalqın haqqını verin də, iş yeri. Haqqında iş yeri yaradın. Haqq yenə xalqa nə lazımdır? Getsin ən azından $1000 maaş alsın, gəlib uşağının, arvadının, anasının
bacısının yanında utanmasın evə girəndə. Getsin ballarına evinə bir iki halal çörək gətirsin. Mən demirəm, onsuz da neft pulunu yemisiniz. Neft Azərbaycanda nə neft qalır, nə qaz qalır. Xəzər dənizi də yəni hər il quruya gedir. Yəni bu Azərbaycanın varını, devlətini taladığımız yetər də. İndi gəlin deyirəm, diktator kimi davam etmək istəyirsən, nəvələrini gətirmək istəyirsən, nə etmək istəyirsənsə, ancaq qardaş xalqa heç olmasa şərait yarat. Cəmiyyətə imkan ver. Niyə Tural Sadıqlını tutursun? Ver Tural Sadıqlı deyən qardaş, gəl Azərbaycanda sən də bir cavan adamsan, gəl sən də bir iş gör, bir pul qazan, ya bir şey elə və yaxşı, mən diktatoram, ancaq mən öz xalqım üçün belə bir şərait yaradıram. Qardaş, sən elə tutub iş adamlarını tutturursan, siyasətçilərə tutturursan, istəmədiyini öldürtürürsən. Düşünürəm ki, artıq Tural bəy, bu gün sabah biz Suriya tarixi zibilinə Bəşər Əsəd getdiyi kimi, bu da gedəndən sonra biz də görəcəyik ki, harada bizim cavanlarımıza işgəncələr verirlər. Bu bütün dünya göstərirlər ki, necə türmələrdə zülmlər verirdi Bəşər Əsəd. Nə qədər adamları məhv edirdilər, öldürürdülər, oğruyurdular, yox edirdilər. Sabah İlham Əliyevin də elə bir zibilləri ortaya çıxacaq. Yəni fakt bu, bugün biz görürük ki, qardaş, bu Azərbaycan bugün artıq Bəşər Əsəddən nəyə fərqlənir ki, Tural bəy? Deyə bilərsən? Orada da siyasi oponentlərini hamısını öldürtdürürdü. Jurnalistlər, nə bilim kim ki bu rejimə qarşı danışan adamlar ya ölürdü, ya tutulurdu. O xalq qalxdı, neçə il gördük ki, bugün, yəni deyirəm, bu işdə Türkiyə devləti, elə Erdoğan sağ olsun, o diktator olsa da, yenə öz xalqına, yenə belə deyək, Türkiyənin adını dünyada qaldırır. Yenə də Azərbaycanda pis yaxşı, qardaş, seçim var, xalq çölə çıxa bilir. İstanbulun merini tutdular, xalq bugün çıxıb çölə haqqın tələb eləyir, sözün deyə bilir. Ancaq Azərbaycanda 3 nəfəri bir yerə qoymursan yığışsın. 3 nəfər bir yerə yığışan kimi deyirsən, ya qumbara çıxdı, ya bomba çıxdı, ya evindən tank çıxdı, ya narkotik çıxdı. Tural bəy. Yəni çox belə yavrucu vəziyyətdə Azərbaycanda. Əlbəttə, yəni Suriya ilə artıq oxşarlıq təşkil edir Azərbaycan hakimiyyətinin, Suriya hakimiyyətinin oxşarlığı. O vaxt Bəşər Əsəd vaxtında da Suriyada bir mikrofonu kiminsə qabağına tutsan ki, danış, ölkə necədir, deyəcək, hər şey yaxşıdır, yeyirik, içirik, tapırıq, maşınlara baxırsınız, bax, restoranlar doludur, filandır, heç bir problem yoxdur. Necə ki, indi Mir Şahinlər, Siyavuş Novruzovlar necə çıxıb yalandan... Yəni, amma inanın ki, İlqar bəy, Azərbaycanda necə ki, Bəşər Əsədi qovdular, İlham Əliyev ailəsini qovsunlar, hamı yəni, bir tərəfdən bayrağı götürüb çıxacaq azadlıq meydanına ki, bəli, biz qurtulduq, Suriya xalqının sevincindən daha çox sevinəcək Azərbaycan xalqı. Sadəcə indi bir rejimdir, diktatura rejimidir və insanlar ondan bilmirlər ki, necə qurtulsunlar. Mən biraz öncə siz qeyd etdiniz, artıq bu Emin Ağalarovla Leyla Əliyevanın əkiz oğulları Əli və Mikailin 17 yaşı var və gələn 18 yaşı var qanunla da, dünyada da qanunla artıq onların nələrlənsə məşğul olmağa yəni hüququ olacaqdır. Azərbaycanda da həmçinin. İnanın ki, mən inanıram, cəmaət də yəqin ki, inanar ki, nə desən eləyərlər. 18 yaşı tamam olar, olmaz, bir vəzifə də verə bilərlər onlara. Necə ki, İlham Əliyevin öz oğluna İqtisadiyyat Nazirliyində birdən-birə heç nə, adam əskərliyi qutarıb, orada kef çəkib və s. öz yerində İqtisadiyyat Nazirliyində departament bir şöbə rəisi oldu. Onun rəsmi bir vəzifəsi oldu. İndi bilmirəm, desən olubdu Mikayıl Cabbarovun müşaviri. Mənə xəbər vermişdilər ki, onun neçənci mərtəbədə otururdu. O gələn vaxtı bütün koridor boşaldılırdı. Onun, yəni Heydər Əliyevin gəlir işinə kimsə çölə çıxa bilməz. Baxa bilməz ki, Heydər Əliyev nətərdir, kimdir, nə ağarır, necə yeriyir, necə danışır, necə salam verir. Yəni otaq da boş olur, koridor da boş olur. Bilmirəm, bu xəstədir, müalicəyə ehtiyacı var, dəlidir.
çox keçən il yadınızdadırsa, davamlı bir neçə video çəkdim ki, bu oğlunu niyə gizlədir? Ona da bir milyonlarla insan baxırdı, məcburdular da, bunlar da bir cavab versinlər. Oğlunu axırda gətirdi, Aşıq Ələsgərin, yadınızda Aşıq Ələsgərin büstündə güya açılışı. Gözləri dombalmış vəziyyətdə gəldi. Sən gənc oğlandır, bunun nə dərd çəkir, nə çəkir, nə olub bu, yoxsa nə işə çəkir, nədir bu, nə çəkməyindən gözü dombalıbdır. Bilinir ki, müalicəyə ehtiyacı var. Mən video çəkdim ki, İlham Əliyev öz oğlunu məcbur eləyir ki, gəl sən prezident ol. Amma Mehriban Əliyeva indi anadır, hər nədirsə anadır, cinayətkar olsa da. Deyir, oğlumdur, bunu niyə mən bədbəxt eləyim? O videonu çəkdikdən sonra isə İlham Əliyev nəvələrini aparır Türkiyə, nəvələrini aparır Çinə, Ərdoğanla görüşdürür, Çin prezidenti ilə görüşdürür. Bu nədir? Ölkə sizindir, dənizdən qalmadır, ancaq sənin nəvələrinin ailənindir. İlqar bəy. Düşünürəm ki, elə gen deyirəm, bunlar sultanlığa çevirdilər. Ancaq gen deyir, yaxşı da, indi sultanlığa çevirirsən, ancaq sultanat biz Saudi Ərəbistan, obisi ölkələr, Dubai, obisi bölünək, Katar, onlar sultanlıq olsa, onların xalqı, vətəndaşı, onlar da yaşayır. Onlara doğulanda uşağa, hər uşağa 100 min dollar verirlər. 18 yaşına qədər gəlib hər bir vətəndaş 1 milyona yaxın pul ala bilir, kredit ala bilir. Şərait yaranır ki, hər bir o ölkənin vətəndaşı sultanatda yaşasın. Ancaq sən yaxşı, diktaturanı qəbul etdikdə, indi xalq susub bir şey demir. Yaxşı, biz də qəbul edək də. Qardaş, mənim oğranan 4 milyard yarımı, qardaş, xalqa göstər ki, Zakir Qaralovu, Qod Nisanovu sal çəri, deyən, qardaş, bu adamın haqqını bağlayın və göstər xalqa ki, mən deyirəm ki, birbaşa İlham Əliyevin adından oğrayırdılar bu şirkətləri. Sən göstər ki, yaxşı, sən belə orada-burada onsuz da deyirsən ki, mənim İlqar nə işim var, nə məsələ, ölkənin prezidentinin dediyi sözü var. Mənim İlqar Hacıyevlə nə işim var, geçsin Zakirlə, Qodla öz məsələlərini həll eləsin. Necə yəni? İlham Əliyev bunları danışıb. Bəli, bəli. Bir yaxın ortada olan bir adamımıza, tanışımıza sual verdilər ki, bu İlqar Hacıyev axı neyinib də? Bu adam işləyib, devlətin vergisini ödəyib, bunun başına zülüm gətirdi, malını, mülkünü, özünü tidərgin saldı. Deyir, qayıdıb deyib ki, mənim İlqar Hacıyevdən nə işim var? Qod Nisanovla, Zakir Qaralovla məsələsini həll etsin. Necə yəni, mən Qod Nisanov sənin adınla danışır, Zakir Qaralov sənin adınla danışır, Bəylər Eyübun adınla danışır. Adamlarını göndər, araşdırsın da, mən fakt səs yazı qoyum ki, Zakir Qaralov necə deyir ki, İlham Əliyevə faizi verdim, 51% belə verdim, mən Bəylər Eyübova. Qardaş, mən faktla, subutla danışıram da, bu çıx xalqa göstər ki, sənin bu işdə əlaqən yoxdur. Odur, Əli Nağıyev məni yaxşı tanıyır. Özüm bilirsən ki, o vaxtda şeydən qovulanda Bəylər Eyübov Zakirə tapşırmışdı ki, bunu işə götür. Tez-tez mənim yanıma gəlib gedirdi. Əli Nağıyev. Bəli. İndi Əli Nağıyev onsuz bu məsələlərin çoxunu həll edir. Qardaş, adamınızı göndərin, araşdırsın. Mənim gən deyirəm, günahım varsa mən hazıram. 15 iyulda Bakıya gəldim. Mən hazıram, ancaq bir onlayn rejimdə bir qrup Əli Nağıyev yaratsın, sənədləri, subutları mən qoyum, baxsın, desin ki, İlqar Hacıyev, sən həqiqətən də cinayətkarsan, xalqa, ictimaiyyətə də göstərsin ki, bəli, ancaq İlqar Hacıyev haqlıdırsa, İlqar Hacıyevin haqqını qaytarsınlar və bu cinayətkarlar tutulmalıdır. Tural bəy, bu adamlar türməyə getməlidir. İkinci də gen deyirəm, bu 20 nəfər blogerin nəyə görə tutturmaq, öldürtdürmək istəyirsiniz? Qardaş, hər biri Azərbaycan vətəndaşıdır. Hər biri normal, sağlam insanlardır. Onlara çağırın, barışın, iş yeri yaradın. Tek onlar üçün yox, bütün xalq üçün. Yəni sultanlığa çevirirsinizsə, gen deyirəm,
Ancaq xalqa bir şərait yaradın. Yəni haqqı pozulan adamların haqqını qaytarın. Bax Elşad Məmmədov, bax yetim bütün günü çıxır bağırır ki, deyirəm mən bir şey istəmirəm. Mənim Hacı İbrahim Arif Paşayevin adını çəkir, deyir, mənim malımı, mülkümü oğruyub. Qardaş, mənim haqqımı qaytarsın, mən siyasətçi deyiləm, mən niyə söyüş söyməliyəm? Yəni söyüş söyməyə də deyir, mənim artıq başqa bir instrumentim yoxdur. Mən sual vermişəm ki, ay Elşad bəy, maşallah mədəni insansan, ailən var, uşaqların var. Niyə söyürsən? Deyir, mənə başqa bir şey saxlamayıbdılar. Mən getdim, deyir, Kamran Əliyevlə görüşdüm, Zakir Qaralovla görüşdüm, başqa adamlarla. Həm məni haqlı tanıdı, bildi. Bir dənə bu Quldur Hacı İbrahimin haqqından gəlib İlham Əliyev. Yəni sənin ailəni o biabır etdirir. Yəni o nədir? Bax, bir dəqiqənin içində sənin adamların onu knopkaya basan kimi Hacı İbrahim dədəsini də gətirib sənə şey eləyər, sənin üçün hər şey eləyər. Yəni başa düşə bilmirəm. Niyə bizi vətən xaini eləyirsiniz? Niyə xalq düşməni eləyirsiniz? Nəyə görə Tural Sadıqla həqiqət danışandan sonra niyə deyirsiniz bu Mir Şahinlər, Siyavuş Novruzlar, obisi bubisi küçüklər çıxıb deyir ki, Tural Sadıqlı vətən xainidir, İlqar Hacıyev vətən xaini. Arkadaş biz vətən xaini olduq. Neynədir Azərbaycana? Azərbaycanın pulunu milyardını bizim offshore hesabımızda yoxdur. Yəni mən elə sənin bu trolların çıxıb deyir ki, İlqar Hacıyevlə yeni bir şey tapdılar forma ki, İlqar Hacıyev də onlarla olanda danışmırdı. Niyə İlqar Hacıyev onlarla olanda da danışırdı? Ona görə İlqar Hacıyevin başına 10 gətirdilər və İlqar Hacıyevin əlindən hər bir şey aldılar. Qardaş, düşünürəm ki, Tural bəy, sultanlıq da olanda, sultanlığın içərisində də orada qanun olur, vətəndaşın hüququ olur. Sultanın ədaləti olur. Bu əvvəllər var idi. Şahın ədaləti, şahın mərhəməti. Azərbaycan xalqı mərhəməti görmür axı İlham Əliyevdə. Mən də deyirəm ki, ay İlham Əliyev, yaxşı da, indi deyirsən Qarabağı qaytardım, Heydər Əliyev bunu elədi Azərbaycan üçün, mən bunu elədim. Başa düşək. Çıx, qardaş, denən ki, ay xalqım, mən bu ölkənin, vətənin öz nəvələrini də sultan eləyəcəm. Ancaq sizin hər biriniz, qardaş, pensiyanız, maaşlarınız, iş yerləriniz, hərənizə o oğranan pullar, hər ailəyə $100.000. Qardaş, ver o pul gene de geri qaytaracaq. Gene gel bravo markete karşı. O ne marketlerdi bunlarda. Gene de o pulları Tural Bey, sistem atel özümüzün, ne bileyim biznesler kursanız özümüzün, her şey. Ben demirəm, mən kimi iş adamı şərait yaradın. Ben gəlim Azərbaycanda pul kazanım. Qardaş, mən istəmirəm. Mən Amerikada da pulumu kazanıram və dünyanın hər bir yerində mənim bacarığım var. Mənim belə ehtiyacım yoxdur. Ancaq o kasıb adamlar, o savadsız şu bütün sistemi məhv etmişsiniz. Yəni insanlar savadı olmaması üçün, yəni bütün sənin sistemin hamısı korrupsiya üzərindən qurulub. Məktəb direktorlarından tutmuş, nazirlərindən tutmuş. Yəni bu korrupsiya, rüşvət alan müəllim uşağı nəyə öyrədə bilər Tural Bey? Ancaq rüşvətə öyrədir də. Bu uşaqdan ona qiymət yazmaq üçün rüşvət dədəsindən, anasından tələb eləyən adam. O uşaq vaxtından sistemi artıq rüşvət sistemini uşaq vaxtından öyrədirlər. Ancaq İlham Əliyev nəyə ehtiyac var bu rüşvətlərə? Onsuz da şirkətlər hamısı sənindir. Yəni bəlkə o məsləhətçilərin mən iş adamıyam. Mən sənə düzgün məsləhət eləyərəm. Bu sən həm özün qazanasan, ondan da çox qazanarsan. Həm də xalqımız yaşayar, insanlarımız yaşayar, iş yerləri açılar. Azərbaycan neftdən asılı olmaz. Azərbaycan Avropa və Asiya olan arada bütün Çində maraqlıdır, Asiyada maraqlıdır, Avropada bu bütün hər cür şərait var ki, Azərbaycan bir gözəl bir dünyanın mərkəzi bir
sentra, bu logistik bir sentra çevrilsin Tural Bey. Ancak Hı. niye bunu elləmirsən? Niye xalqa işgəncə? Bu xalq ne inibdi sizə ki? Elə mən qarışıq. Niye işgəncə verirsiniz? Niye zulüm verirsiniz? Bak biznesmen deyirsən ki, ay ne oldu elə bu ölkədə? Ham bacarıqsız oldu, sənin yezindən, sənin nəvələrin, nə Paşa Holding bacarıqlı oldu. Arkadaş bu xalq bacarıqlı xalqdır. Şərait yaradın, imkan verin, gitsin xalq qardaş işte özü işləsin. Demirəm, o konstitusiyada yazılan kimi o neft, qaz, qızıl hamısı xalqın içində bölüşməlidir. Demirəm onu eləyim. Qardaş sadəcə bir xalqa iş yeri yaradın ki, getsin bir tikə o insan evinə çörək gətirsin. Yoxsa siz nə eləmisiniz? Qardaş, cavanlarımızı narkoman, cavan qızlarımızı fahişə, nə bilim, xalqın içərisində xalqı bu günə salmışsınız, 90% xalqın yaltaq. Yəni bu adamlar artıq bilir ki, yaltaq olmasan bu ölkədə sən bir addım qabağa gedə bilmərsən. Yəni Tural Bəy, bu görür ki, qardaş, kim ki tənqid pis bir şey deyil ki, tənqid qardaş, o sənə nə göstərir ki? Yəni deməli burada problem var. Sən bu ölkəni, Azərbaycanı deyirsən ki, biz bütün ailə sevirik, biz Azərbaycan üçün belə eləyirik, belə eləyirik. Arkadaş, Azərbaycanı sevən adamlar tənqidi qəbul eləyər və daha gözəl bir şərait, dəyişiklik eləyər, bir şərait yaradar. Tural Bəy, mənim deyirəm, onsuz da xalq susur, qəbul eləyib. Mən də ona görə deyirəm, yaxşı, sultansansa, özünü sultan kimi apar. Ver xalqı onda yaşasın da, xalqa bir şərait yarat və Tural Sadıqlının əmisini tutturma, Vidal İskəndərlini öldürtdürmə, İlqar Hacıyevin niyə istəyirsən öldürtdürəsən, niyə istəyirsən Azərbaycana gətirəsən, nə marağın var sən, mən neynəmişəm sənə, mənim malım, mülkümü sənin adınla oğrayıb yiyibdilər. Tural Bəy, mənim bu qədər, yəni bu insana da mən artıq nə sözüm çatır, deyirəm bu çirkli oyunlardan əl çəkin, oturun xalqa şərait yaradın. İlqar bəy, təşəkkür edirəm, qızıl xırdaladınız siz, amma İlham Əliyev bu sözlərinizi eşidirsə belə, düşünürəm ki, o daşdır. Elə bir daşa dəyir, qayıdır. Çünki ona yaramır, söz yaramır. Elə ona görə bəzən mən deyirəm ki, o dostlarımız yaxşı eləyir, söyür. Yəni, həm əllərindən başqa bir şey gəlmir, həm də ki, bunlar deyirlər ki, bəlkə söyüşən anlayar, bəlkə söyüş təsir edir, amma görünür ki, Əliyevə, onun yaxınlarına, məmurlarına söyüş təsir edəmir. 2 dəqiqədə mən və yaxşı, bəlkə ola bilər, mən keçən dəfə Qənimət bəyin efirində dedim. Ola bilərmi belə bir şey? Putin kimi bunun internetə zada əlaqəsi yoxdur. Onun ətrafı gətirib buna yalan məlumatlar verirlər, bir şey. Bəlkə bir xahiş edirəm, Azərbaycan xalqı bunu maksimum bəyənin, paylaşın. Burada Status TV-də geçsin İlham Əliyevin bəlkə nəvələrinə, bəlkə yoldaşına, bəlkə harasına. Çünki mənim efirlərimi Elçin Muradovdan tutmuş, Altay Həsənovdan oturub operasiya qururlar, oturub mənim hər sözümü dinləyirlər. Mənə qarşı tədbirlər görürlər, nə bilim Avropaya adam göndərirlər, nə bilim Amerikaya adam axtarırlar, nə bilim Qod Nisanovun banditlərini qoşurlar. Qardaş, bəlkə sənin həqiqətən də bəlkə xəbərin yoxdur. Bəlkə ətrafın səni bəlkə lapuq eləyibdir. Bəlkə həqiqətən də sən bilmirsən ölkəndə nə baş verir. Bəlkə mən bir tərəfdən inanıram, ola bilsin belə bir vakum yaradıbdılar bunun böyründə. Bu internetə də çıxmırsa, girmirsə, yoxsa qardaş bu qədər siqnal olar. Deyirsən xalqın mənə siqnal versin. Qardaş, veririk də gecə gündüz artıq da İtalyan siqnalından tutmuş, həm də polis siqnalından tutmuş, həm pajardı siqnalından tutmuşlar, bir siqnal qalmayıbdır. Necə səni xəbər verək ki, bu ölkə dağılır gedir, bütün sənin ətrafında olan məmurlar, polislər, həm Vilayət Eyvazov, həm o birisi xalqa işgəncə verir. Yəni necə sənə çatdıra bilək? Tural bəy, maksimum xahiş eləyirəm bütün platformalarınızda. Mən də xahiş eləyəcəm bu başqa blogerlərdən. Maksimum getsin, bəlkə 1-2 milyon bu rolik yığar, gedər İlham Əliyevə çatar. İlham Əliyevin bəlkə həqiqətən də gözü açılar. Bəlkə həqiqətən də görər ki, bu ölkə
xalq bu saatda acından ölür, batır gedir. Hı hı. Jurnalistlər, gənc qızlar, siyasətçilər, insanlarımız türmədə işgəncə, zulüm içində yaşayır xalqımız. Biri türmədə, biri Avropada, biri Amerikada, biri kəndində acından ölür. Ona görə Tural bəy, xahiş edirəm, maksimum bu roliki bütün sosial medialarınızda, başqa kanallarda, bəlkə İlham Əliyevə, bəlkə Əlin Ağayev 100% baxır, Əlin Ağayev. Elə bunu özün bir otur xırdala, düşün. Yəni deyirəm, Azərbaycan xalqının zülmü o ahı sizi tutacaq. Yəni bu Azərbaycan xalqını bu gün dayandırıb bu işgəncəni, zülmü dayandırmasanız, inanıram Bəşər Əsəddən pis olasınız. Ancaq sultan olmaq istəyirsinizsə, mən yolunu dedim. Gedin xalqa imkan, şərait yaradın, xalq bir tikə çörək yesin və öldürmək istədiyin adamlardan əl çəkin, bu işgəncə jurnalistləri çölə buraxın, Tofiq Yaqubunu azad edin və ondan sonra Azərbaycan xalqı bəlkə sənə bağışlayar, deyər ki, İlham Əliyevə yaxşı, başa düşdük də, sultansan, biz də şərait yaşamırsan, biz də yaşayırıq. Belə, bu qədər. Çox sağ olun Tural bəy, dəvətiniz. Təşəkkür edirəm İlqar bəy qızıl xırdaladığınıza görə. Minnətdaram sizə. Sağ olun Tural bəy, minnətdaram. Sağ olun. Azərbaycan xalqı, çox sağ olun. Özünüzü qoruyun. Allah köməyinizdə olsun.